Piyələnmə xəstəliyi bugünkü cəmiyyətimizin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi sosial problemlərdən biridir. Günümüzdə qarşısı alına bilən xəstəliklərin səbəbləri içərisində siqaretdən sonra ikinci yerdə məhz piyələnmə durur. Və diqqətə çəkmək istədiyim məqamlardan biri də odur ki, bugünkü gün piyələnmə artıq uşaqlar və yeniyetmələr arasında daha geniş yayılmaqdadır. Qeyri-düzgün qidalanma, normadan artıq yemək və ən əsası çox az hərəkətli həyat tərzimiz bizi piyələnməyə gətirib çıxarır. Bəzən isə piyələnmənin səbəbi kimi müxtəlif endokrin xəstəliklər və bəzi dərman qəbullarının qeyd edirlər. Piyələnmənin səbəbi ümumilikdə aşağıdakı kimidir. Qeyri-düzgün qidalanma, az hərəkətli həyat tərzi, endokrin pozğunluqlar və təbii ki, genetik konstitusiya. Piyələnmənin diaqnostikası üçün əsas olan onun yaranma səbəbidir və Ümumdünya Səhiyyə Təşkilatı piyələnmənin diaqnozunu qoymaq üçün bədən kütlə indeksindən istifadə etməyi tövsiyə edir. Bədən kütlə indeksi 24.9-dan yuxarı olduğu halda, 25-ə qədər olduğu halda artıq bədən çəkisi, 25-dən 30-a qədər olduğu halda artıq bədən çəkisi, 30-dan yüksək olan halda isə endokrinoloq tərəfindən bu artıq piyələnmə kimi qeyd olunur. Piyələnmə müxtəlif səbəbləri müxtəlif olduğuna görə o birincili və sekundar və yaxud ikincili olaraq qeyd olunur. Birincili piyələnmə bayaq qeyd etdiyimiz kimi artıq bədən çəkisi, artıq qidalanma, qeyri-düzgün qidalanma nəticəsində yaranırsa, ikincili piyələnmə bu sinir sisteminin və əsas endokrin sisteminin pozğunluqları nəticəsində yaranan piyələnmədir. Ümumilikdə isə bütün piyələnmələrin 75%-ni məhz birincili piyələnmə tutur. Amma bundan asılı olmayaraq bu piyələnmə birincilidir yaxud ikincilidir istənilən halda piyələnmənin biz qorxduğumuz nədir? Onun ağırlaşmaları, onun fəsadları bir çox xəstəliklərə gətirib çıxarır. Bu xəstəliklər hansılardır? Bu xəstəliklər şəkərli diabet, ürək-damar sisteminin xəstəlikləri, buna infarktdır, buna ürəyin işemiyasıdır, buna aterosklerozdur, hiperlipidemiyadır, daxildir, ağciyər xəstəlikləri, oynaqların degenerativ xəstəlikləri, dəri xəstəlikləri, eyni zamanda psixoemosional pozğunluqlar, sonsuzluq və s. kimi hallardır ki, bunların da qarşısını almaq daha çətindir, nəinki piyələnmənin qarşısını almaq. Və piyələnmənin əsasına gətirib səbəb ola biləcək faktorlardan biri də xətalı qidalanmalardır. Xətalı qidalanma nədir? Bunun haqqında danışmaq istəyirəm. Xətalı qidalanma süfrə arxasında daha uzun müddət vaxt keçirmək, qidalanmamıza fikir verməmək, axşam qidasından sonra yatanacan uzun müddət çox yüksək kalorili çərəzlərdən, ləbləblərdən, şirin sulardan istifadə etmək və yaxud arada işləyən pasientlərimiz daha çox belə deyək, fast foodlara, tez hazırlanan yeməklərə üstünlük verməsi və yaxud pasientlərimizin çoxunun su içmək əvəzinə daha çox yüksək enerjili həmin o içkilərdən istifadə etmələri. Bir də ki, son dövrləri yaranan digər bir problem xətalı yeməklərə səbəb olan, qidalanmaya səbəb olan problem nədir? Qidalanma vaxtı biz daha çox digər işlərə fikrimiz dağılır. Bu, televizora baxmaq, telefonla oynamaq, kim nəsə danışmaq, nəsə oxumaqdır ki, bu da qidalanma müddətini artırır. Qidalanma müddəti artdıqda isə təbii ki, qəbul etdiyimiz qida normadan artıq olur, biz bunu hiss etmirik və bunun nəticəsində də bədənimizdə artıq çəki yaranır. Və sonuçda nə demək istəyirəm? Piyələnmə təkcə estetik qüsur deyil. Bunu biz görünüşümüzdə yaranan problem kimi dəyərləndirməməliyik. Piyələnmə elə bir xəstəlikdir ki, bunun müalicəsində dərmandan daha çox pasientin özünün pəhrizə, idmana, fiziki hərəkətlərin aktivləşdirməyə yol verməsi daha önəmlidir, daha aktualdır, daha yaxşı nəticə verir. Bir də elə istifadə edib imkandan demək istəyirəm ki, bu Ramazan ayında xəstələrimiz oruç tuturlar. Buna baxmasınlar bir arıqlama vasitəsi kimi. Tutduqları oruclar Allah qəbul etsin və sağlam oruç tutsunlar. Qidalanmalarına istər imsaqda, istər iftarda fikir versinlər. Unutmasınlar ki, Allah yolunu tutduqları bu oruc onların sağlamlıqlarına uzaqlaşdırmamalıdır. Əksinə sağlamlıqlarına biraz da yaxınlaşdırmalıdır. Təşəkkür edirəm, sağ olun.